tıxanma hiss eləyirsənsə, bunun səbəbi qulaq kanalında yığılan qulaq kiridir. Arı mumuna oxşayan bu kir qulağını nəm saxlamaq üçün və mikroblardan qorumaq üçün bədənivin, vücuduvun ifraz elədiyi təbii mayedir. Amma bu mayeni sən hər dəfə qulağımı təmizləyirəm deyib çöplə biraz daha dərinə itələyirsən və nəticədə daha dərində yığılır, probka halına çatır. Ona görə də qulağında tıxanma hiss edirsən, qulağın zəif eşidir, ağrıyır, qulağından bəzən maye çirk gəlir. Bəs qulağımızı necə təmizləyək? Bu probkanı necə açaq? Ekrandakı ürəyi qızart və mənə diqqətlə qulaq as. Yaxınlaşırsan aptekə Otoperfect Aqua Clean qulaq spreyi alırsan. Bu Otoperfect Aqua Clean qulaq spreyindən həftədə 2 dəfə qulağına püskürtməyin kifayətdir ki, qulağında nə qədər kir var, probka var, çirk var, hamısını tərtəmiz təmizləsin və qulaq yollarını təmiz saxlasın. Üstəlik zəif eşitmə kimi problemləri, qulaq ağrısı kimi problemləri, qulaq çirki kimi problemləri də tamamilə aradan qaldırsın. Ölkənin bütün apteklərində var. Olmasa da əczacılarımızdan xahiş edin, zakas verib, köməklik göstərib, həm aptekə gətirsinlər, həm də sizə gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczacınız Baloğlanla hər zaman sağlam qalın.